Sumqayıtda yol problemi ilə bağlı gündəmə gətirilən məsələ üzrə rəsmi açıqlama verilib. Bir müddət əvvəl Sumqayıt TV-də yayımlanan xəbərdə stansiya Sumqayıt ərazisində yerləşən Şəfəq qəsəbəsinin sakinləri iri tonnajlı yük avtomobillərinin hərəkəti nəticəsində yol örtüyünün zədələndiyini bildirmişdilər. Sakinlərin sözlərinə görə ərazidə hər gün hərəkət edən yük maşınları asfalt örtüyündə çatvar və çökmələr yaradıb. Mövzu ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti Sumqayıt TV-nin paylaşımına münasibət bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, sözügedən küçənin asfalt örtüyü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilib və aidiyyatı üzrə həmin qurumun nəzarətindədir. Bildirilib ki, iri tonnajlı avtomobillərin hərəkəti nəticəsində yaranan deformasiya və çökmələrlə bağlı məsələ araşdırılıb və aidiyyatı quruma rəsmi müraciət olunub. Sumqayıt TV məsələ ilə bağlı yenilikləri izləməyə davam edəcək. Gülnar Kərimova, Sumqayıt TV.